Çünki inanın təzə-təzə o belə deyək də Z kuşağının verdiyi suallar var ki, deyir məsələn evlilik mənim nəsil artırmam vacibdir yoxsa yox. Şəxsiyyətli insanın özündən sonra bir irs imzası olmalıdır, irs olmalıdır. Əgər insan özündən sonra bir imza atıb buraxmaq istəmirsə, təbii ki, bu çətin bir dönəm olacaq onun üçün. Tənhalıq bir şey deyil. Bu gün süni intellekt hələlik bizim xoş gördüyümüz günlərdir. Kvantlı intellekt ortaya girsə, kvant intellekt ortaya girsə, bugünkü günlər ümumiyyətlə oyuncaq sayılacaq. Bütün dünya bu günləri onun üzərində daha çox işləyir. Bir 5 il, 6 ilə yəqin kimi çıxar ortaya. Onda çıxsa ümumiyyətlə insanlar tənhalaşacaq. Hər şey süni, yəni insandan başqa hər şey süni formada. Süni intellekt, süni mənə pişik, süni it. Bunlar hamısı sünilər olacaq. Hətta süni qadından süni erkəklər.